Uçuşda ən vacib məqam nədir? Təhlükəsizlik, Düzgün qərar qəbul etmək. dəqiqlik, Komanda işi. Pilot olmağın ən yaxşı tərəfi nədir? Təyyarəni idarə etmək. Daim hərəkətdə olmaq. hər enişdə o birisi yaşamaq, İnsanların ən xoş anlarında rolumun olması. Azal sizin üçün nə ifadə eləyir? Missiya. Qürur. məsuliyyət, İnkişaf. Neçə ildir pilotsuz? 17 ildir səmadayam. İlk uçuşumun üzərindən 9 il keçir. artıq 8 il ki, pilot kimi fəaliyyət göstərir. Artıq 5 ildir ki, pilot kimi fəaliyyət göstərirəm. Bu peşəni seçməyinizdə əsas səbəb nə olub? Gözəl bir deyim var. Səma onu sevənlərindir. Dünya yuxarıdan daha yaxşı görsənir. Bu formanı geyinmək və pilot olmaq mənim uşaqlıq arzum olub. Hər gün fərqli bir istiqamətdə yola düşmək. Neçə istiqamətə uçuş eləmisiniz? Kifayət qədər çoxdur. Artıq 100-ə yaxınlaşır. Bunu hesablamalıyım. 50-dən çox. Sərnişinləriniz üçün qısa bir elan səsləndirə bilərsiniz? Hər vaxtınız xeyir xanımlar, cənablar və dəyərli uşaqlar. Sizinlə danışan hava gəmisinin ikinci pilotu Rahim Yaqub bəylidir. Azərbaycan Hava Yollarının 107 saylı uçuşuna xoş gəlmisiniz. Bütün heyətimiz adından sizə xoş uçuş arzulayıram. Beynəlxalq Pilotlar Gününüz mübarək.